hardan bilim ki, burada əbob istifadə edeyim, yoxsa əkob istifadə edeyim deyirsənsə, bu videoda bu sualına cavab tapacaqsın. Mən bu suala bu cür baxıram. Samirin addımı 60 cm-dir, Mahirin addımı 80 cm-dir. İndi bax, n məsafədir. Samir bu məsafəni 60 cm-lə gedir. Mahir isə 80 cm-lə gedir. İndi mənə elə bir n məsafə lazımdır ki, onu həm 80-80 getmək olsun, həm də 60-60 getmək olsun. Yəni elə bir ədəd lazımdır ki, mənə həmin ədəd 60-a bölünsün və həmin ədəd 80-ə bölünsün. Bunu tapmaq üçün mən nədən istifadə edirəm? Əkobdan. Əkob 60 və 80-i tapıram. Bu da mənə 240 verər. Bəs əbobu nə vaxt istifadə edirəm? Bu da növbəti videomuzda.